Salam əziz Rofum sevərlər və futbol həvəskarları. İndi isə Rofum və Zəfər komandasının qarşıdurmasını izləyəcəyik. Və oyunumuz başlayır. Zəfər və Rofum komandasının görüşünü izləyirik və Rofum komandası hücuma keçir. Zəfər və out. Zəfər komandası. Abbas. Abbas'ta uzun ötürmə. Ama qapçı. Rofum komandası çok güzel müdafiə olunur. Rofum komandası hücuma keçir. Rofum komandasının hücumçuları irəliləyir. Zərbə və qapçı çok güzel çıxarış edir. Üçdən zərbə və Abbas müdafiədə. Qapıya zərbə, amma qapçı yerindədir. Qapçı Məhəmməd ötürmə edir. Zərbə, amma biraz dəqiq alınmır. Və Rofum komandası hücuma keçməyə hazırlaşır. Və iki nəfərin arasından çıxa biləcəkmi? Üçüncü adam da ona köməyə gəlir, amma Rofum komandası çıxır və Zəfər komandasının hücumunu izləyirik. Zərbə, amma out. Və Rofum komandası out başlayacaq. Out ayaqla başlanır. Rofum komandasının uzun ötürməsi. Və Fatih'dən Hüseyin. Zərbə qapçı yerindədir. Qaydan top. Və. Hüseyin. Və müdafiəçilər topu çıxartmağa mı çalışır? Xeyr, Hüseyin. Hüseyin'dən Məhəmməd. Məhəmməddən Yunus. Yoxsa Yusif. Rofum komandası topu out'tan başlayır, ama out Zəfər komandası. Abbas. Məhəmməd. Rofum komandasına gəlir top. Abbas'tan qaydan topa zərbə. Amma Abbas bugün oyuna başlayacak mı? Abbas'tan ötürmə, ama ötürmə səhv alınır. Hüseyin ilerlemeye çalışır, ama top Rofum komandasındadır. Ve yeniden Hüseyin'den Məhəmmədə, ama out Zəfər komandası. Hüseyin'den Məhəmməd. Məhəmmədin zərbəsi, ama top qapıdan azacaq fərqlə çölə çıxır. Və qapıdan zərbə ilə oyuna başlayır.
Zərbə Abbas. Abbas topun çıxmağına imkan vermir. Və Məhəmməd qapıda çox gözəl oynayır. Yenidən Məhəmməd. Abbas, bu nədir? Və Rofum komandası hücumuz, zərbə və qapçı çox gözəl sıraş edir. Məhəmməd qapıda çox gözəl oynayır. Və aləm dəydi orada bir-birinə. Zərbə və qapıdan kənara keçdi. Qapıdan zərbə ilə başlayırlar Rofum komandası. Qəşəng hücum qururlar. Abbas müdafiə olunur və gol! Rofum komandasının gol sevinci. Hesap 1-0. Və mərkəzdən oyuna başlayırlar. Rofum komandası oyuncuları dəyişiklik edir və sarı formada, turuncu formada Rofum komandası oyuna devam edir. Və Rofum komandası hücum qurmaq istəyir, amma out. Out'u kim başlayır? Abbas mı? Məhəmməd mi? Məhəmməd ötürür. Məhəmməd çəkir. Abbas'a. Abbas'dan. Hüseynə. Hüseyn irəliləyir. Hüseyndən və Yunus'tan. Və Hüseynə türmə. Top qapıda. Direğe deyip geriye dönür. Rofum komandası yeni hücum qurmaq istəyir. Rofum komandası irəliləyir. Zərbə! Yerə dirək. Olmağına maneçilik törədir. Qapıdan zərbə ilə başlayırlar oyuna. Və. Ay Məhəmməd. Rofum komandasının hücumu davam edir. Ötürmələr, çox gözəl paslaşma və gol. Rofum komandası ikinci golunu vurur. Top mərkəzdən dəvət olunurlar. Hüseyin. Rofum komandası qapıdan zərbə ilə oyuna başlamaq istəyir. Və yeni bir hücum qururlar. Ötürmə olacaqmı? Oldu. Amma pauza çox getdi və Məhəmməd topu qəbul edir. Məhəmməddən sağ tərəfə, amma Hüseyin orada değildi. Yenidən Məhəmməd. Məhəmməd almağa çalışır topu, amma Məhəmməd. Rofum komandası başlayır. Zərbə mi olacaq? Xeyr, Məhəmməd onların qarşısını alır. 3'e 1 Abbas. Abbas keçir. Abbas irəliləyir. Abbas sürət yığır. Müdafiəçilər onun qarşısını alır. Və Məhəmməddən keçən top. Rofum komandası hücuma hazırlaşır. Hücum edir, amma köşkdən zərbə. Kırmızı şöyle. Bu da yaşlı valla ha. Böyle yaşlı görünüyor. Ha, indi girən ha. Ha, da soruşmayın.
və Rofum komandası hücumun qururlar və Abbas topu ram edir, sürət yığır. Məhəmməd çox agresiv görsənir. Və Zəfər komandası oyuna başlayırlar. Kimdir? Abbas. Abbasdan Nihat və Hüseyin çaşqınlıq içində oyunu devam edirlər. Bunlar tanısan kimsin? Onun adını bilsən? Balaca var ya. O bu kimlərdir? Basketbolcu. Və Zəfər komandası. Zəfər komandasına müdafiə olunur. Rofum komandası hücuma keçir, ötürmə çox gözəl alınır. Zərbə, amma Nihat onun qarşısını alır. Out. Rofum komandası. Rofum komandası out'a başlayır Məhəmməd. Nihat. Və boşluqda istifadə olunur və 3-0. Hesab 3-0 olur. Və. Mərkəzdən başlayırlar. Tamerlan, Məhəmməd. Məhəmməd irəliləyir. Sağda boşluq var idi, amma Məhəmməd 3 nəfərin arasından topu alta göndərir. Rofum komandası alta başlayırlar və Məhəmməd və Tamerlan pres edir. Rofum komandasının hücumu və qarşı alınmaz gol. 4-0 Rofum komandasının xeyrinə olur. Topu mərkəzdən başlayırlar. Zərbə. Məhəmməddən Hüseynə. Abbas. Məhəmməd topu götürür və Tamerlan. Tamerlan 3 nəfərin arasından sıyrılır. Məhəmməd önə gedəcəkmi? Tamerlandan ötürmə. Məhəmmədin zərbəsi, amma müdafiəçilər onun qarşısını alır. Tamerlan. Və zərbəsi. Abbas. Qapıdan zərbə. Yenidən Məhəmməd. Və Tamerlan və Məhəmməd. Məhəmmədin zərbəsi, amma top qapıdan azacıq fərqlə yan keçir. Tamerlan Fatih ondan topu alır. Rofum komandasının hücumu. Zərbə, amma müdafiəçilər çox gözəl müdafiə olunur. Və yenidən Rofum komandasının hücumu. Abbas müdafiədə çox gözəl oynayır. Tamerlan yenidən ötürür və çatır topa, amma
Və Rofum komandası hücuma keçir. Rahul irəliləyir. Amma Abbas ona imkan vermir. Top out'a çıxır. Abbasdan uzun ötürmə Hüseynə. Hüseyn öz qapısına doğru niyə hərəkət edir? Hüseyndən ötürmə tam yanas qəmində Fatih. Fatih topu qəbul edir. Zərbəsi amma qapı top qapıdan direğe dəyərək qayıdır. Out. Rofum komandası out başlayırlar. Və Hüseyndən zərbəsi qapçı yerindədir. Zərbə və Rahul istiqamətlə amma Rahul topa çata bilmir. Qapıdan zərbə ilə Məhəmməd oyuna başlayacaq. Tamerlandan Hüseyni görəcəkmi? Tamerlan 3 səfərin arasına girir. Niyə axı? Tamerlan irəliləyir. Hüseyin topu out'a çıxmağına şərait yaradır. Rofum komandası out. Fatih'dən Rahul. Abbas onu qaçlanmaq istəyir. Top diagonal şəkildə ötürmə və out. Zəfər komandası. Kimdir? Fatih və Tamerlan qaçdırmasından Tamerlan qalib ayrılır. Tamerlan sürət yığacaqmı? Tamerlan sala çəkir amma Müdafiəçilər ondan topu alır. Və ötürmə, geriyə ötürmə, zərbə. Ayağının içini top yaxşı tutmur. Məhəmməd topu da çox gözəl oynayır. Və Yusif və o kimdir? Hüseyindir mi? Hüseyin karşısına alır. Tamerlan'dan Abbas ve kapçımız Məhəmməd. Tamerlan istiqamətinə amma başla qayıdan topu qapçı Məhəmməd yerinə tutur. Abbas oynayır. Abbas irəliləyəcək. Rahul ona imkan vermir və Hüseyin. Hüseyndən zərbə. Fatih ona imkan vermir. Nəzərdə çatdırıb ki, oyunun 17-ci dəqiqəsidir və Tamerlan'ın zərbəsi amma top qapıdan aralı keçir. Oyunun 17-ci dəqiqəsi, hətta 18-ci dəqiqəsidir ki, hesab 4-0 Rofum komandasının xeynədir və növbəti hücum. Amma qapçı super sıçrayışla topu qapıdan çıxardır və Hüseyin yenidən qapçı. Qapçı çox gözəl oyun nümayiş etdirir. Və Fatih'in zərbəsi. Fatih'in yenidən zərbəsi amma top çıxmır. Top Rofum komandasına qalır. Zərbə və gol. 5-ci gol, 5-ci sevinç. Rofum 5, Zəfər 0. Top mərkəzdən başlayır və Tamerlan'dan Hüseyn'dən out Zəfər komandası. Hüseyin, Abbas. Zərbə və zərbəsi alınmır və 6-cı gol gələ bilmir bir türlü və Məhəmməddən Abbas zərbəsi və qaydan top. Müdafiəçilər Hüseyin topu çıxardır. Fatih onun qarşısına ala biləcək kimi Tamerlan'a gələn top
Hüseyin irəliləyir. Hüseyin ama Hüseyin topu yeniden almak istəyir. Oyuna davamdırmı? Ama oyuncu zədəli kimi görsənir. Ama Məşqçi ona qalx deyir. Tamerlana ötürmə ama çata bilmir. Oyunun 21. dəqiqəsidir və hesab 5-0 Rofum komandasının xeyrinədir. Və Rofum komandası hücuma keçir. Çox gözəl fintlə ötürmə ama Raul onu başa düşə bilmir. Qaptan zərbə ilə başlayırlar. Fatih qaydan topa zərbə vurmaq istəyir ama Məhəmməddən Tamerlan istiqamətinə top uzun olur. Tamerlan çata bilmir topa. Və Məhəmməd oyuna başlayır. Kiminlə? Tamerlan özü irəliləyir. Hüseyin boşdadır. Hüseyin ötürür. Hüseyin topa çata bilmir. Onlar hələ bir-birlərini anlaya bilmirlər. Fatih Tamerlanın presi ama Rofum komandası hücuma keçir. Və bir pauza. Zərbəm olacaq. Xeyr ötürmə. Zərbə zəif alınsa da müdafiəçilər topun zərbə olmağına imkan vermirlər və ötürmə olacaqmı? Yeniden ötürmə. Ama Rofum komandası onların mərkəzdən keçməyinə imkan vermirlər və özləri geriyə oynayırlar. Hücum. Rofum komandasının hücumu ama qapçı çox gözəl sıraçla. Kapıdan zərbə. Başla ram edir Rofum komandasının hücumçuları. Hüseyin topa çata biləcəkmi? Hüseyinə Tamerlan ötürmə. Hüseyin önə çıxacaqmı? Və cərmə zərbəsi təyin olunur. Cərmə zərbəsini kim vuracaq? Tamerlanın zərbəsi top qapıdan aralı keçir. Rofum komandası yeni hücuma başlamaq istəyir. Çox gözəl fintlər. Topu önünə atır və türmə yeniden paslaşırlar. Çox gözəl paslaşma. Bir-birlərini çox gözəl başa düşürlər. Zəfər komandası onların qarşısına alır. Hüseyin idi. Və Raul'dan uzun ötürmə. Qapıya və zərbə və gol. Və hesab 6-0 Rofum komandasının xeyrinə olur. Bu nə idi? Buna gol sevincilər idi. Və biz Raul'dan gol gözləyirik ama Raul elə hey vuracam deyir ama Məhəmməddən və Rofum komandasının yeniden zərbəsi. Qapçı çox gözəl. Və Rofum komandası oyuncu dəyişikliyinə gedirlər. Hüseyindən Məhəmməd. Məhəmməddən uzun ötürmə ama
Rofum komandası hücuma keçir və Zəfər komandasının hücumunu izləyirik. Məhəmməd və Hüseyin bir-birini anlamırlar. Yenidən Hüseyin öz tərəfini boş saxlayır. Uzun ötürməyə çata bilmir. Rofum komandası hücuma hazırlaşır qapçıyla. Hücuma qoşulur qapçı da. Orta çıxırmaya xeyir. Zəfər komandası altdan oyuna başlayır Məhəmməd istiqamətinə, amma Rofum komandasının hücumçuları ona imkan vermirlər. Hüseyindən yenidən Hüseyindən Məhəmmədə. Məhəmmədin zərbəsi. Amma və out. Out Zəfər komandası. Əhməddən Abbas istiqamətinə. Abbasdan Məhəmməd iki müdafiəçinin arasından çıxa bilmir. Müdafiəçilər topu qapıya doğru göndərirlər. Qapçı uzun ötürmə və Rofum komandası yeni hücum qururlar. Qapçımız Məhəmməd topun çıxmağına şərait yaradır. Abbas iki nəfərin arasında və Rofum komandası ötürmə qapçı istiqamətinə. Qapçının zərbəsi, qapçı dəf edir. Üçdən zərbə. Zərbə olacaqmı? Və qapıdan azacıq fərqlə aralı keçir. Hüseyin Rofum komandası yenidən hücuma hazırlanır. Gözəl ötürmələr, amma top qapıdan yan keçir. Və Rofum komandası yenidən oyunu qapıdan davam eləmək istəyir. Qapçı mərkəz xəttini keçir. Qapçı ötürmə edir. Zərbə və top qapıdan yan keçir. Qapıdan zərbə ilə oyuna başlayacaq Zəfər komandası və nəzərinizə çatdırım ki, oyunun 30-cu dəqiqəsi gedir və oyun 6-0 Rofum komandasına xeyirlədir. Rofum komandası birdən hücuma
Hazırlaşır. Zərbə mi vuracaq? Xeyr. İkisini keçir. Üçüncünü ötürmə. Ötürmə. Komanda yoldaşlarından yenidən içəriyə ötürmə. Məhəmməd qapıda. Və Məhəmməd müdaxilə edir. Və Rofum komandası qapçısı sanki gol vurur qapçı. 7-ci gol gəlir. Və mərkəzdən oyuna başlayır. 7-0 Rofum komandasının. Öndə olmağı və Rofum komandası hücuma keçmək istəyir, amma top out'a çıxır. Zəfər komandası hücumu qururlar, amma Məhəmməd niyəsə pauz edir. Ötürmə. Zərbə və 8-0. Hüseyin. Məhəmməd Sələməddən Məhəmməd çönür. Keçir zərbəsi qapıya, amma qapçı çox gözəl oynayır. Rofum komandası yenidən hücuma keçir. Hüseyin. Hüseyindən Məhəmmədə. Məhəmməd irəliləyir. Sol ayaqdan xeyr sağla gol vurur. Məhəmməd sonunda komandasının ilk golunu vurur. Və qollar arasındakı fərq 7'ye Enis. Bu sonların gol sevinci. Ve. Merkezden oyuna başlayırlar. Zərbəsi, ama top kapıdan azacıq fərqlə şöyle çıxır. Və Raul kömək edir. Və Zəfər komandası yeni bir hücum qurmaq istəyir. Hüseyindən Tamerlan və Hüseyin out kazandırır. Fatih Tamerlan ve Məhəmməd. Tamerlan topu alır ve ilerlemek istəyir, ama Rofum komandasının müdafiəçiləri
Ona imkan vermirlər. Və Raulun söz verdiyi qol hələ də gəlib çıxmır. Və Yusif. Yusif'ten uzun ötürmə. Rafın komandası müdafiəsi topu ram edir və ötürmə. Komanda yoldaşlarına hücuma keçmək istəyirlər. Tamerlan topu qəbul edir. Tamerlan ilerləyir. Tamerlandan çox gözəl zərbə ama Yusif uzun ötürmə edir. Tamerlan Hüseyin istiqamətinə Hüseyindən uzun ötürmə. Müdafiəçilər yerindədir. Fatih'e gəlir top. Fatih və ondan topu alır. Zəfər komandası alta göndərir topu. Rafın komandası hücuma başlayır və alt başlayırlar. Tamerlan ilerləyir. Tamerlanın zərbəsi qaydan topa Məhəmməd vuracaqmı? Digər Məhəmməd ötürür Məhəmməddən və Riyad gol vurur və komandasının ikinci golunu vurur və toplar arasındakı fərq 6'ya inir. Zərbəsi və Yusif'ten uzun ötürmə ama müdafiəçilər topun alta çıxmağına şərait yaradır. Hüseyin'den Tamerlan'dan güzel bir kaldırır ama Məhəmməd o topa çata bilmir. Ve zərbə Yusif kapıda ama qaydan topu Raul vurur demiştim ve 9. golü vurur. Ve top merkezden başlıyor. Yusif topu qəbul edir. Tamerlan'a topun komandasının hücumunun qarşısını Riyad alır. Və ötürmədən bir də ötürmə ama Məhəmməd özü irəliləyir. Məhəmməd 4'e 1 oynayırlar. Məhəmməddən digər Məhəmmədə ama müdafiəçi Raul istiqamətə göndərir. Riyaddan ötürmə Tamerlan'a ama Arafın komandası müdafiəçiləri onlara imkan vermir və out kazandırır. Hüseyindən Məhəmmədə ama müdafiəçilərdən Fatih ona imkan vermir. Məhəmməddən Məhəmmədə ama Məhəmmədin sürəti biraz zəif olur. Və Arafın komandasının növbəti hücumu və Tamerlan onun qarşısını ala biləcək kimi Hüseyindən ötürmə Məhəmməd irəliləyir. Digər Məhəmməd və 3. gol 9-3 olur hesap və hesap arasındakı fərq. Altıya inir. Fatih.
Və küncdən zərbə. Məhəmməddən Tamerlan istiqamətində. Tamerlan sağa çəkir, ötürür. Hüseynə Hüseyn. Hüseyndən o kimdir? O da Hüseyndir. Kort. Out. Qapçı ilə oynayır. Qapçıdan uzun ötürmə. Riyad çox gözəl. Out'a çıxardır. Raul və Hüseyni görürük. Hüseyin gol sevinçlərində çox gözəl iştirak edir. Və ötürmə olacaq. Və Riyaddan ötürmə. Tamerlan gedir, irəliləyir. Hüdrəyir amma yıxılmır. Tamerlan ötürmə edəcəkmi? Özü irəliləmək istəyir. Və Hüseynin zərbəsi. Bir daha zərbə vuracaqmı? Amma Riyad ötürür. Riyad və Raul qaçdırmasından out. Zəfər komandası orada oyuna daxil olub. Fatih'ten Tamerlan'dan Arda'dan out Zafer oyna out Raul gol vurabilecek mi? Zərbəsini Yusif dəf edir ama ona gücü çatmır çünkü Yusif balaca oğlandı ama Raul ikinci golunu vurur. Hesap 13 olur. Və oyuna başlayırlar. Tamerlan'dan kimə ötürür? Riyaddan Uğur istiqamətinə. Uğurdan Hüseyin'dən alınırlar topu və digər Hüseyin'dən uzun ötürmə Arda istiqamətinə. Arda'nın zərbəsi amma qapçı yerindədir. Tamerlan'dan ötürmə Riyad istiqamətinə amma Riyadın sol ayağına zərbə azacıq sürətli olur. Orada topu qəbul edir zərbəsi. Rəfim komandasının yeni hücumu. Qapçımız Uğur ötürmə edir. Səhvini düzəldirlər müdafiəçilər. Riyaddan ötürmə mi olacaq? Xeyr. Rəfim komandası yenidən ötürməli və ötürmələrdə anlaşılmazlıq olur. Tamerlan sırayaraq önə keçir və Tamerlan'dan Riyadın ötürməsi mi, zərbəsi mi? Amma out. Arda belə həsrətlə baxır o zərbəyə. Və Qapçının səhvi və gol. Hesab 11-3.
Tamerlan sürətlənir, 3 müdafiəsini keçir, ötürür Ardaya. Arda ötürmək fikirləşir amma Rofum komandasının hücumunu izləyəcək. Yeni hücum qururlar və müdafiəçilər önə keçir. Tamerlan Uğur qapıda çox möhtəşəmdir yanır. Uğurun zərbəsi və Arda Hüseyndən Ardaya Arda'nın zərbəsi Arda Zəfər komandası topa sahiblənir və Hüseyndən yenidən Arda'nın zərbəsi bu dəfə də dirək. Amma qayıdan topa niyə Arda cavab vermir? Out'a göndərir topu. Gücdən zərbə Hüseyin. Hüseyin'den uzun ötürmə. Yenə Hüseyin. Arda'dan Tamerlan istəyəmədə. Tamerlan'a yenidən Arda. Riyad içərdə onu gözləyir. Arda'nın zərbəsi qayıdan topa Riyad. Amma qapçıdan zərbə Arda'ya dəyir qayıdır. Rofum komandası müdafiə olunur və hücuma keçirlər. Müdafiədə tək Tamerlan hamısına qarşı çıxır və ötürmə amma anlaşılamazdır. Kapıdan zərbə ilə oyuna başlayacaq. Kim Uğurdan Riyad ram edir sinəsi ilə amma Rofum komandası topu out'a göndərir. Və Riyaddan uzun ötürmə Tamerlan'a mı Hüseyin'ə mi? Amma müdafiəçilər onu görür və zərbə amma top kapıdan kənara çıxır. Arda Məhəmməddən Arda istiqamətində amma anlaşmamazlıq. Out. Və Hüseynlər out'dur Məhəmməd. 3 nəfər topun başındadılar. Hüseyin'ə önə keç, gol vur deyirlər. Abbasdan kimdir? Məhəmmədin zərbəsi. Hüseyin'in yeri orada görünürdü. Və Tamerlan'ın zərbəsi top kapıda partlayır. Gol sayılır. Gol sayılır və mərkəzə dəvət olunurlar. 11-4 olur hesab. Tamerlan'ın golü və Zəfər komandası xallar arasındakı fərqi 6'ya indirirlər. Rofum komandası hücuma hazırlaşır. Və hücuma keçirlər. Ötürmə çox gözəl alınır. Bir-birlərini çox gözəl görürlər. Və gol. Gol sevinci Rofum komandasından 12. goldu. Hesab 12-5. Tabloyla oynayırlar ama hesap 12-5 olduğunu deyirlər. Raul'dan ötürmə çəkir ama onu dönməyinə imkan vermirlər Zəfər komandası. Zərbə və
və 13-cü gol gəlir. Və mərkəzdən dəvət olunurlar Zəfər komandası. Tamerlan yenidən ötürmə edir Məhəmməd istiqamətində. Yenidən Tamerlandan Hüseyin istiqamətində ötürmə, amma Məhəmməd zərbə vurur və Eurofum komandasının hücumu izləyirik. Eurofum komandası ötürmə edir və yenidən ötürmə. Zərbə, amma Arda qapıda möhtəşəm dayandı. Qapıdan direğe dayan top, yenidən Arda. Gol olmağına imkan vermir, amma Hüseyin. Və Eurofum komandasının yeni hücumu, amma Arda qapıda çox möhtəşəm oynayır. Ötürmə edirlər. Eurofum komandası yeni hücum qururlar. Və başda qaydan topu Tamerlan devam edir. Tamerlandan Məhəmməd ala biləcək. Eurofum komandasının zərbəsi və Hüseyindən kimdir o? Məhəmməd irəliləyir. Məhəmməd özü irəliləmək istəyir, amma onun qarşısını alırlar. Eurofum komandası yenidən hücuma hazırlaşır, amma Abbas çox gözəl müdafiələrdə çox gözəl iştirak edir. Hesab 13-5 Eurofum komandasının xeyrinədir və oyunda 52-ci dəqiqə gedir. Və Hüseyin müdafiədə çox gözəl oynayır. Abbas da Hüseyin çaşqınlıq içində top yenidən Eurofum komandasıdır və gol. 14-cü gol gəlir və onlar artıq oyunu qələbə ilə ayrılmağa biraz da sığortalayırlar özlərini. Məhəmməddən Tamerlan irəliləyir. Tamerlan çox əsəbi görsənir. Tamerlan'a içəri ötürmə, amma top qapıdan yan keçir. Və Eurofum komandası yeni hücuma hazırlaşır. Uzun ötürmə Hüseyin və yenidən Eurofum komandası hücuma hazırlaşır. Eurofum komandası çox gözəl. Və Cərmə zərbəsini dəyini Arda. Topun nəzarətli çıxmağına imkan yaradı. Ardadan Abbasdan Məhəmməddən digər Məhəmməd və Abbasdan ötürmə Tamerlan istiqamətinə, amma Tamerlan irəliləyir. Tamerlan ikisini keçir. Tamerlan Kənan oyuna daxil olur. Və Renat çox gözəl Hüseyinlə davranış, amma Fatih ona imkan vermir. Məhəmməddən digər Məhəmmədə. Məhəmməd zərbə və gol. Hesap 14-6. Çetin daha
Kənandan ötürmə. Tamerlan. Tamerlan 3 nəfəri keçir, irəliləyir. Ötürməsi Məhəmmədə və. Gözəl tandem və gözəl gol. Hesab 14-7. Erofim komandasının xeyrinədir. Qollar arasındakı fərq 7-yə enir. Mərkəz. Mərkəzdən oyunu Hüseyin başlayacaq. Xeyr. Erofim komandası oyuna başlayır. Erofim komandasının yeni bir hücum planı, amma Məhəmməd onlara maneə törədir. Tamerlan istiqamətində, Tamerlandan Hüseyin istiqamətinə, Hüseyin və Məhəmməd. Məhəmməd ötürür digər Məhəmmədə. Yenidən Məhəmməd pres etmək istəyir, amma Abbasla Məhəmməd. Niyə belə oynayır Məhəmməd? Məhəmməd. Tamerlan irələr. Məhəmməd pauz edir. Digər Məhəmmədə ged özün qaçsa qabağa. Məhəmmədin zərbəsi amma alınmır. Yenidən dönür. Məhəmməddən ötürmə ortaya, amma orta boşdur. Tamerlan sığortalayır. Və Hüseyin. Və Tamerlana gəlir top. Abbas, Məhəmməddən uzun ötürmə Hüseyin istiqamətinə. Abbas. Aldı, getdi gözünü çıxarsın. Nə istəyir? Var oradadır. Tamerlan topu əldə edir. Tamerlanın zərbəsi. Amma top qapıdan aralı keçir. Və qapıdan zərbə ilə oyuna başlayırlar və. Məhəmməd çox yorğun görsənir. Artıq 1 saatdır oyun davam edir və Məhəmməd pauza ilə Tamerlan ötürür. Tamerlan irəliləyir. Tamerlan Məhəmmədləri görür. Hüseyin imkan yaratmır. Tamerlan. Məhəmməddən digər Məhəmmədə zərbə olacaqmı? Hüseyinin zərbəsi və gol. Hesab 14-8. Və Erofim komandasının hücumunun qarşısını alırlar Məhəmmədlər. Topa sahiblənirlər Məhəmməddən. Erofim komandası müdafiədə çox gözəl oynayır və hücuma keçmək istəyirlər, amma Tamerlan onların qarşısını alır. Hüseyin. Yenidən Tamerlan ortada peyda olur və zərbə və 15-ci gol gəlir. Qapını aç, gir içəri. Qapını aç, gir içəri denə.
Emirhandan Məhəmmədə, Məhəmmədin zərbəsi qayıdan top. Rofum komandası yenidən müdafiə olunmağa çalışır. Və Hüseynə top gəlir, amma müdafiəçilər onun əlindən topu güclə də olsa alırlar. Və cərimə zərbəsi olacaq. Və cərimə zərbəsi təyin olunacaq. Və cərimə zərbəsini kimdir yerinə yetirən? Məhəmməd. Yusif oyundan çıxacaq. Və Tamerlan topu əldə etməyə çalışır. Məhəmmədlə bir yerdə, amma və oyunumuz sona yetir. 15-8 Rofum komandasının xeyrinə olur. Bu dostluq, qardaşlıq oyununu sizinlə mən profesional çəkilişlərin həvəskar çəkilişçisi Şaməddin. Sağ olun. Görüşürüz.